bişirirsiniz? Koyma. Hazırda ciğer axşamı edirik. Kimin ciğer axşamısıdır bilmirik. Az yaxşı yazdım. Bəs zabırı yan olsun biraz. Bugün sizdən çətdən bir vlog paylaşacağım qızlar. Xoş gəlmişsiniz çətdəki ikinci günümüzə. Bu xanım mənim baldızımın baldızıdır. Soğan doğrayır. Baldızımın baldızı zaten. Baldızı ilə bu qədər mehribansılıq, nə bilim. Yaxşı gəlin, yaxşı baldızı olanda istərsəniz yəqin belə olur. Özümüzü də arada tərifləyək. Bu da ciyərdir. Xanım bunu yumursuz, sonra doğramısınız, yoxsa yumamış doğrayırlar bunu? Yuyub təmiz sonra doğrayın. Bəs bişirmişdiniz, yoxsa elə bütöv atmışsınız? Yağda qovrulur da bu yəni. Hə, heç nə. Belə. Maşallah. Neyse bu pişməyəndə olsun. Gedi orada 8 nəfərə bir dənə inək şeyli qoyun doğrayırlar. Gedi onlara da baxaq. Bu vlogumun baxışı yaxşı olacaq. Mənim qaynatam, əziz qaynatam, nə işləyirsən? Bu xanım isə mənim baldızımdır. Təəssüf olsun ki, heç birinin üzünü çəkə bilmirəm, ancaq ayaqlarını çəkirəm. Çünki istəmirlər kameralara düşmək. Kamera yox, radara. Radara düşmək istəmirlər. Burada qoyunun nəyini yuyursun sən? Seçliyə qabaşıqları. Qabaşıqlarını yuyur. Və bu nədir? Atmısız qıra. İtə gedəcək. İtə gedəcək. Obşum, itin də payı var burada. İtə də bir ətbək borcumuz var. Sonra gətirir itin ətini, toyuğunu atır, deyir, itin ətbək borcunu qaytardıq. Belə işlər. Havalar qəşəkdir, yəni mən bəyənirəm bu hava. Burada balımın, duzumun, nə də asıl qazdır, qazları var. Səyliyi bir ağaclar qəşək. Acılı, bu təzə qoyunun şeydir. O gün kəsmişdiniz. Niyə bacı qoyunları niyə qətl eləyirsiniz ki? Niyə qoymursunuz bu qoyunlar biraz böyüsün? Bu sürüdən ayrı düşmüş tək toyuq. Sən niyə toyuğumun biri oradadır, biri buradadır? Hə? Qulu. Ha, qulu. Hə. Biraz qarışdırdım. Bu xanım burada stolun üstünü təmizləyir ki, ora təzədəndən qab qoyacaq. Nə oynayırsan ana qurban? Yorulmadın da. Gözün ağrımadı. İndi gəldi də bu. Ha vaxt indi? Çöydərəm də. Həqiqi. O da mən görməmişəm yəqin. Bəh. Hazırdır. Mən oldu deyil. Gəlmişik su qutusu yığmağa. Görə inşallah yığıb bir yana çıxacaq. Burada Füzulinin hansısa kəndidir, mən də bilmirəm. Adını da soruşuram, deyən yoxdur. Ver əl. Mən getməyəm. Narahat olma, mən elə yerinə aparacam ki, balçığa girməyəsən. Ver əlimi. Amma təhvil gedirlər. Yavaş, ayağının altına bax, sən göyə qaça gedirsən. Yavaş. Hə, get, narahat olma. Buralar sudur, beləcə. Əl ver. Ayağımız batdı, torun. Ayaqqabın yaş olacaq, sonra gəndi. Bu tərəfdən. Bəs bunu ona görə su qıcısı deyirlər ki, valla bu suyun içində bitir. Əzizə necəsin? Nə gözəl. Deyək, burada taxta var, canım bura, taxtanın üstü ilə. Bəli. Dayan, sən tək olasan. Ana ürəyi dağıtsa, get, birini də atsan, su. At. Adı atdana bir addım atasın. Həyat imtihanını verdi uşaqlarına dost. Hə? At ayağı. Çoxlu ayasasa düzülür, axa, balaca o da. Böyle arı olur. Mama, ora palçıqdır, buradan gəl, mama. Səl də gəl. Vay, yıxılacaq indi. Orlun gülləridir, görün nə gözəldir. Bu da mənim göyərtilərimdir. Totu çünki güldür, mənimki göyərtidir. Hə, Totu? Apar, bu neyəcək?
Buna suyun içine koyacağım. Aha. Təmizlənəcək. Ortada çizgilə atılacaq. Təzə su qoyulacaq. Yavaş-yavaş keçəcək. Onda bütün evdən tərtəmiz yiyəcək. Sənə qurban olaram. Bu da anasının göyərtlərdə. Qocaməyi, qəşəng yedi. Bəli. Toğrul üçün qəşəng nə düzəldəcəm. Öskürək üçün sup. Sonra Toğrulun öskürəyi gedəcək. Ata. 10 manata. Biraz baha versən, biraz aşağı sal da qiymətini. Aşağı qiymət nədir ki? Biraz yəni 3 manat, 5 manat da. 1 manat. 1 manat işini qurban 1 olaram. manat yaxşıdır. Yaxşı, saxla, evdə alarıq səndən gülləri. Ay ay ay. Təbiət hadisəsi. Hadi ki yuxarıda nə qədər var? Polun adamın başına zirzibil dola bilər burada. Hadi qorxuram ki öncə də bu tərəfə. Qorxma nə quzum. Hasan burada da. Hadi tez ol. Elini yandı. Gel. Hər kəsilən qurbanın ciyərlərini yedik, indi də keçmişik qabırğalarını yeməyə, kebab elədilər sağ olsunlar. Düzdür, kebab elə də yaxşı olmadı, çünki möhkəm çıxmışdı. Ümumiyyətlə, mən kebabı ən çox yoldaşım hazırlayanda sevirəm, çünki həqiqətən də həm yumuşaq eləyir, həm də dadlı olur. Kebabdan da sonra keçdi, uşaqlarla oynadıq biraz. Burada isə baldızımın qaynanası sağ olsun samovar dəmliyibdi, gətirib evdə hazırlayırıq. Bura isə qaynatamgilin evidir və gəlmişik. İndi də onlardayıq. Səhər açılıbdır. Gedirəm görüm Toğrul yatıb yoxsa oyaqdır. Toğrul bəy bu vaxtlar normalda yatmırdı. Bura gələndən bəri biraz daha gec durmağa başlayıbdı. Bilmirəm buranın havasındandır yoxsa uşaq elə özünü mənə göstərir belə eləyir. Gördüyünüz kimi hələ də yatıbdı. Burada pastellərin hərəsi bir rəngdədir. Kənd olduğunu demədən göstər. Toğrulla gəlmişik babası gilə. Səhər tezdən bu bəy oyandı, yeməyini yedi. Hətta nərd də oynadı. Özüm. Özü oynayıb özdən. İndi oturub dincəlir. Necədir Toğrul? Baba. Necə gedir istirahətin? Novruz bayramı xoşuma gəldi. Əsl istirahət Toğrul üçündür. Çünki yeyir, içir, ortada gəzir. Bundan daha yaxşı istirahət varmı? Burada da İran xəbərləri gedir. Bizim evdə televizor göstərmədiyinə görə biz xəbərləri zada baxmırıq. Qaynatamgilin həyəti. Birazdan düşüb həyətdə çəkəcəm. Burada vəziyyət belədir. Çayımız üstədir. Həmişə isti-isti. Və indi düşək sizə həyəti göstərim. Bura isə həyətdir qızlar. Necə qəşəng, sakit. Adamın ruhu dincər. İstəyirsən bütün gün oturasan, burada qəşəng çay içəsən, çörək yeyəsən. Burada balaca əvvəllikdir də deyəsən bu göyərtə. Əvvəllikdir, bilməm nədir axı. Göyərtə var, ondan qəşəng sup çıxır. İndi ondan gün ortaya Toğrula sup eləyəcəm, öskürməsin deyə. Sonra inşallah qismət olsa bəlkə gedəndə də yığdım, biraz apardım. Soyuq dəyməyə, öskürəyə yaxşıdır deyirlər. Bu isə mən. Stilim necədir qızlar? 2 gündür cətdiyim sportivini geyinirəm. Ucu ürəyim sıxıldı. Dedim bir dəyişiklik edeyim. Belə triko dəst gətirmişəm. Özümdən onu geyindim. Quşların səsinə baxanda qəşəng güldüm. 2 gündür dedim, güldüm, yedim, içdim. İndi də gəldim qaynatamgilin evini təmizləməyə. Çünki qaynatam tək yaşayır və ona həmişə kömək lazım olur. Düzdür, baldızım yaxın kənddədir. Həmişə gəlir, kömək eləyir, yeməyini bişirir, təmizlik köməkliyi eləyir. Ancaq yenə də mən də gəlmişəmsə dedim biraz əl atım. Ona görə də əvvəlcə xalçanı götürdüm. İstədim toz soranlayım, sonra gördüm ki toz soranla götürmək olmur dibdəki zibilləri. Ona görə də süpürgə gətirdim. Bu süpürgə ilə təmizlədim. Sonra qaynatam dedi ki, ay bala bizdə təzə süpürgə var idi. Niyə onu götürməmsən? Dedim daha keçdim. Süpürdüm, üstündən də sildim. Bunu bütün otaqlarda etdim. Ancaq burada təkmişəm. Yumdum. Dadam. Ay Allah, nə qədər gül gətirib bu mənə. Ay Allah, çox sağ ol ay Totoş. Cəzəni öpüm. Oy sənin qurban. Aferin sənə. Sən nə qoç oğlunsun ay Toğrul. Niyə belə incə? Toğrul'la babası çöldə nərd oynayırdılar. Toğrul'un da ən sevdiyi meyvə demək olar ki almadı. Ona görə də almalarını doğradım, apardım ki elə oturduğu yerdən də meyvəsini də yesin. Çünki versən yemək yeyəndir, verməsən də yemir. Ondan da görə sonra keçdim paltarları asmağa. Paltarları da bayaqdan atmışdım maşına. Həmin vaxtda dedim heç olmasa bunları da asım. Harda yaşayırsan yaşa, qadınlar üçün həqiqətən də iş həmişə
çoxdur. Çünki mən özüm şəhərdə yaşayıram, ancaq ki işə gedib gəldiyim üçün evdə də iş görürəm, biraz yoruluram. Gəldim ki, bu əskiləri də atım, qaynasın. Əski dediyim dəsmal vardı. Çay dəsmallarını da atdım ki, qaynasın. Persol yox idi, ona görə də təkcə paraşok tökdüm. Eybi yox dedim, heç olmasa belə təmizlənsin. Düzdür, suyundan çox çirk axdı, amma sizə deyim ki, hələ də əski istədiyim rəngə gəlib çıxmadı. Çünki persol yox idi. Sonra da keçdim umvalnikin qırağını təmizləməyə. Gördüyünüz kimi biraz çirk olubdu. Ona görə də əsas məsələ buranı pastalamaqdır. Pastada ki, istədiyim pasta deyil. Ümumiyyətlə, mən sizə demişəm də mənim istədiyim pasta kometidir və artıq komet yoxdur satışda. Bilmirəm niyə. Bir dəfə onu Trendyoldan yenidən zakaz eləyəcəm. Və başladım buranı sürtməyə. Sürt ki, sürtəsən. Bəlkə buradan biraz təmizliyi çıxardasan. Bilirsiniz, əslində söhbət buranın təmizcikli olmağından getmir. Mənə elə gəlir ki, bu işlər insanı sakitləşdirir. Ona görə də belə videolar çəkəndə daha çox baxış yığdığını hiss edirəm. Çünki bu videonun qısa versiyasını mən paylaşmışdım. Artıq 20 neçə min baxışı var. Qızlardan da biri yazmışdı ki, bunun uzun versiyasını da paylaş. Ona görə dedim ki, elə uzun versiyasında sizlər üçün belə paylaşım. Qaynatam gildə bəzi əşyalar ümumiyyətlə çoxdandan qalıbdı. Ona görə biraz tez belə xarab olan fason olurlar. Biraz da umvalnikin içərisini sürtdüm. Belə təmiz olsa da yenə də görüntü əvvəlki kimi köhnə görsənir. Artıq buna bir çarə yoxdur. İnşallah növbəti illərdə dəyişərlər. Sonra isə keçdik hamama. Hamamı da eyni ilə sürtdüm, təmizlədim. Kafelini də üzərini yudum və keçdim qapının ağzındakı ayaqqabıları təmizləməyə. Ayaqqabıları yığıb çölə apardım və sonra keçdim buraları süpürməyə. Bayaq stolun altını süpürmüşdüm. İndi isə qıraq hissələrini süpürdüm. Mebelin belə qulp hissələrində tozlar var idi. Oraları sildim. Bacardığım qədər təmizlik etməyə çalışdım. Tam mağazaya getmişdi. Aldıqlarını sizinlə açaq. Evdəki vloglarımdan sonra qaynata evindəki vloglar. Kartoşka alıbdım və belə bir toyuq alıbdım. Axşama toyuq qızartması eləmək istəyirəm. Adı Qarabağ. Quşçuluq adı belə. Sonra göyərti alıb. Birazdan bunu təmizləyəcəm və yumuşaq çörəklər aldım. Girə birinci ataq bunu suya. Ondan sonra keçək göyərti ilə kartuşkanı təmizləməyə. Deməli qızlar, qabları yumuşam gördüyünüz kimi. Bayaqları umvalnikin falan qırağını sürtdüm. Prosta burada umvalnikin qırağı çoxdan xarab olubdu deyə biraz qıraq hissəsi sarı görsənir. Belə. Sonra da su dolduraq qalsın. Niyə? Sən yerlər niyə qardaşlar? Axı o qoyuna çoxdur da. Batırıblar. Qədər. Mən hala gedirəmsə, yerə baxıram, baxdıq. Hələ buradakına baxsın. Hə, gəlin. Gəl. Kakaşa bax. O qoyunundur ki, o toyuq oxşadı. Qoyundur da hamısı. Hamısı kakaşdır. Ağaclara bax ata. Bəziləri yarpaqlayır. Qəşəkdir. Bunlar niyə? Bu niyə boyda hamısı? Xarab olmayıb da. Sən keçən dəfə baş saldım axı ağaclar yazda çiçək açır. Amma buna bax açır deyir. Bunun yarpaqları var. O yəqin biraz gec açır da. Hadi, düzdür. Gələn o da açacaq. Bəli, bəli. Hara gedirsiniz? Biz gedirik işte ağaca ip bağlayacağıq. Nə edirsiniz? Mən sən nə deyəm? Babam deyir ki, ipi bağlayacağıq ağaca. Mən dedim, məsələn ətdən zatdan gəlsə o bağlayacaq, çəkəcəyik yeməyə. Gəlsə də. Nə kösüz söz bu? Ağac tapın. Ağac tapın ki, şöyle bağlayacağıq. Babam əndə də ip var. Diyorsun. Ağac çiçəkliyib, çiçəyini də töküb. Nə töz çiçəklədir bu? Bunu da görsək də videoda biraz geçiyoruz. Yumuşaqdır da yaşadı. Bu heyvan ağacıdır. Yaşadı ama heyvan ağacı en sevdiğimdir. Böyüyəndə bunun üstündə heyvan olacaq. İnşallah. Hər yerdən də qarışqa çıxır. Hə.
kəsir. Ancaq yemək düşsün. Mənim əlim zadım düşsün, başa düşdün. Qıraq bucağı salma. Başa düşdün. Qazan düşdün. Qazan düşsün, bir də bu ət düşsün. Ha, yaxşı. Ətlər düşür, qazan düşür, özün düşürsən. Əlim düşsə bəs eləyir. Ha, yaxşı. Nətərsən? Şkafda düşür bir dənə də. Eyb yox. Nətərsən, nə var, nə yox? Yaxşı. Neysə, vəziyyətin halı. Yaxşı. Getdin bağda, neynədin? Aa, kimsə görür. Kimcə? Buyur, nənəcəm. Ha? Anam de bu da işi. Ehliyət çək. Biraz aşağı tut, çox göyə qaldırırsan. Yaxşı tutdum. Hə, danış görək nə var, nə yox. Yaxşılıq. Kənd xoşuna gəlir. Ha. İstirahət edə bilirsən. Ha. Sən danış da, sən söhbət elə. Mən istirahət edə biləm. Mən yaxşıyam. Posta sən o əti nə üçün doğrayırsan? Toyuqla karışıq qızardacam. Nəyə? Qızardacam. Qızartma. Bak qızardı bunu neynəyəcək? Hamımız çox nəfər deyil ki biz onu. Fikirləşirəm ki, yeyərik də. Hamımız. Sən, mən, baban. Bir axşam gəlsələr, bibinci. Hı. Gəlməsələr ki, heçdən. Gəlməsələr də yazsın, özümüz biləcəyik yeyək sonra. Qalanı qoyarıq, xalqinqa da var. Hə, qalar. Hamısının çünki biz yeməyəcəyik. Bəli. Özün yeyirsən. Özüm eşinə yaxşıyım. Bəlkə getdiniz bostanda nə gördünüz? Bostanda sən də gördün də, sən danış bostanın haqqında. Bostanda mən heç nə görmədim. Axırda mən gəldim, gördüm ki, nə bilim, ağaca şey taxırsınız. Nədir adı onun? Çubuq taxırsınız. Mən də orada neynəyəcəkdim? Yarpağı qırdım ağacdan. Sən o dediyin ağacdan. Gillər səpdim. Neynədin? Yerə səpdim. Niyə? Səpimdə qoy biraz. Nə vardın sonra? Sonra da heç nə. Babama baxdım, getdim sana tək. Vay vay. Qapını açdım, getdim. Bağladım, getdim. Vay vay. Sən gəlmirsən, babamı da qoymuşsan orada tək. Hə. Baban deyir, totuş getdi, mən qaldım tək. Dedim, babası, bəs totuş sənə deməyib. Baba deyir. Özünə baxa-baxa yemək yeyir. Nəyə baxırsan? Kıbrıs'tan ne cevapsın göster. Özünə baxırsan, bizim videomuza baxırsan. Əzizə xanım, O, nə Kıbrıs'ın hərəkətdir? Cahan kosmetik vasitələrine baxacaq. Ay bir doğru, bunu hərəkət deyirsən. Az ben el komisyon. Sən ananı çox istəmirsən. Deyəm. Küsərəm ha səndən, özü yaxşı apar. Dadlı da yemək. Belə də. 3 gündə ancaq dolma yemək istəyirsən sən. Yaxşı ki. Kaçka qızardıram, toyuqla onun kim yeyəcək? Bunu axşam yeyəcəm. İnşallah. İnşallah. Axşam. Əvvəl Cahan'ın Gəldim. Gedirik, hava sərindir. Dönəcək isti havadan heç nə qalmıyor. Matanı, dişləməzsən məni matanı. Deməli, bacı, nə yığırıq? Madenən yığım. Bu yarpızdır, düzdür. Hə, şu. Bayt müəllim, necəsiz? Yaxşı. Keyfiniz halınız. Nihat hardadır? Yatırdı. Nə iş görür? Mən heç Nihatı görməmişəm axı bu gün. Mən görmüşəm. Nətər çöldədir? Sən görmürsən? Güllərimi qoruyursan burada. Göz bəbəyin kimi. Konuşdum amma bunların ikisi açılmıyor. Açılmayıb. Solublar. Onlar doğrudan həyət güllərdir. Yəni otdular onlar, başa düşdün? Onlar daimi açıq qalan güllər Bunlar deyil. getdi. Sən mağaza Bunlar güllərini kəsin. qarışdırma bunları. Əkməyəcəm. Əkində də bu bitməz işi. Bu öldü. Yəni bu qurudu. Başqa necə başlamısan? Sibirli yapıldı. Bəli, zibilliyə atarım. Amma bunlar açıldı. Özümə qəşəng konfet axtarım ki. Hansı Amma qəşəng ən bilmirsən. qəşəngimdən hansı? Hansıdır? Sən ağız dadı var. Uyğun. Bunlardan yaxşıdır. O idi. Yemirsən hocam? Yemişim. Günlərdən çıxdı. Hər şeydə yeyirsən. Amma bu konfet bu da dadlıdır. Onu yesən də. Sənin damaq dadına inanıram. Sizin çaylarınız kuxnada da. Gəlirsiniz içməyə. Gedəcək. Gəlin.
Gəlin gedək içməyə. O eto papa. Papa. Əzizə. Aziza. Gəl də. Dəmini oynarsan da gəl, oynamasan da gəl.